Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ikinci dərəcəli üzvlərə təyin tamamlıq mövzusuna başlayırıq. İkinci dərəcəli üzvlər nədir? Cümlənin ikinci dərəcəli üzvləri əsasən baş üzvləri izah edir. Baş üzvlərlə bağlı məlumat onların köməyi ilə genişlənir. Tamamlıq hərəkət və hökmün obyektini bildirir. Tamamlıq nə bildirəcək? Tamamlıq hərəkət və hökmün obyektini bildirir. Obyektini. Belə qısa yazıram, bilin. Obyektini zərflik, hərəkət və hökmü müxtəlif cəhətdən izah eləyir. Təyin isə həm baş üzvləri, həm də ikinci dərəcəli üzvləri o cümlədən özünü də izah edir. Təyin deməli, yeganə cümlə üzvüdür ki, həm ikinci dərəcəli üzvləri izah edilir, həm baş üzvləri, yəni mübtəda xəbəri izah edir, həm də özünü izah edir. Təyin təyini də izah edə bilir. Məsələn, deyirəm ki, nəyə deyə bilərik? Təyinin təyini izah etmək məsələsindən. Maraqlı. Yox, həmin kitab yox, gözləm deyəcəm. Yaxşı, onu bilirəm. Axırda misal yadıma salarsız deyərəm. Bu dəqiq qarışır ki, beynim. Sonrasında təyin nədir? Təyin cümlədə ismi, isimlə və isimləşmiş sözlərlə, ismi xüsusiyyətini daşıyan sözlərlə ifadə olunur. Sualları hansıları idi? Necə? Nə cür? Sonra hansı? Neçə? Nə qədər? Sonra neçənci? Suallarından birinə cavab verir. Ümumilikdə belə deyim, yadınızda qalması üçün. Necə, nə cür, hansı, nəyin sualı idi? Sifətin sualı. Neçə, nə qədər, neçənci, nəyin sualı idi? Sayın sualı. Nitq hissələrindən sayla sifətin sualına cavab verən cümlə üzvü hansıdır? Təyindir. Bu formada yadda saxlayın. Təyin sualları hansılar idi? Sifətlə sayın sualları. Sonrasında təyin ifadə vasitələri nədir? Təyin isimlə də ifadə oluna bilər, sifətlə də, sayla da, əvəzliklə də, zərflə də, feili sifətlə də, ondan sonra ismi birləşmələrlə də, mürəkkəb adlarla da, feili birləşmələrlə də, frazeoloji birləşmələrlə də, qoşma söz və söz birləşmələri ilə və sair izah oluna bilər. Hamısına misal yazaq. Deyirəm ki, anasına qızıl üzük aldı. Qızıl üzük aldı. Ne etti? Aldı. Nəyi aldı? Qızıl üzüyü aldı. Yəqin ki, burada bilirsiniz də, bu qeyri-müəyyən təsirli haldadır. Ona görə nəyi sualına cavab verəcək də, bu sözümüz tamamlıq vəzifəsinə çıxış eləyəcək. Necə üzüyü aldı? Qızıl üzüyü aldı. Artıq necə sualına cavab verdi? Qızıl sözü oldu burada. Qızıl sözü nitq hissəsi olaraq nə idi? İsim. Deməli, təyinin ifadə vasitəsi nədir? İsim. Sonra sifət olaraq deyirəm ki, qadınsız ev soyuq olar. Nə edər? Soyuq olar. Nə ev? Hansı ev? Qadınsız ev. Qadınsız sözündə də sız şəkilsi bilirsiniz ki, sifət yaradır. Qadınsız sözü deməli nitq hissəsi olaraq nədir? Sifət. Təyinin ifadə vasitəsi nə idi burada? Sifət. Sonrasında sayla olan versiyasını deyək. Deyirəm ki, məndən işi qalır, min şəhər, min kənd. Deyirəm ki, min şəhər məndən işi qalır. Nə edir? İşi qalmaq bir yerdə frazeoloji birləşmə götürdük. Nə edir? İşi qalır. Nə şəhər? Nə qədər şəhər? Min şəhər. Gördük ki, min sözü burada nə qədər sualına cavab verdi və özündən sonra da isim gəldiyinə görə min sözü təyin rolunda iştirak etdi. Min sözü bəs nitq hissəsi olaraq nədir? Say. Deməli, təyin ifadə vasitəsi nədir? Say. Sonra bu dağ bizimdir. Yəni bizim kəndindir mənasında deyirəm. Yaxşı. Kimindir bizimdir? Nədir bizimdir? Nə? Dağ. Hansı dağ? Bu dağ. Hansı sualına cavab verdi? Bu artıq əvəzliklə, işarə əvəzliyindən ifadə olundu. Sonrasında hamısına bir-bir deyirik. Zərf olaraq. Yuxarı otaq sərindir. Məsələn.
Yuxarı, otaq, sərindir. Necədir? Sərindir. Nə otaq? Hansı otaq? Yuxarı otaq. Təyinin sualına cavab verdim. Necə sualına? Yuxarı sözü nitq hissəsi olaraq nədir? Zərf. Deməli, təyin ifadə vasitəsi nədir? Zərf. Sonrasında keçdik. Fe'li sifətlə. Məsələn, deyirəm ki, kömək edən, yaxşı, kömək edən, vergül və sonra əsl dostlarını çağır. Bayaq dediyim o təyini izah eləyir məsələsini də elə bunun üzərindən izah eləyəcəm. Baxın. Dostlarını çağır. Nə et? Çağır. Kimi? Dostlarını. Hansı dostlarını? Əsl dostlarını. Hansı əsl dostlarını? Kömək edən əsl dostlarını. Baxın, burada kömək edən sözü əsl sözünü izah eləyir. Deməli, təyini izah eləyir. Bunu buradan dedim. Ondan əlavə, əsl sözü sifətdir. Deməli, təyinin birinin ifadə vasitəsi sifətdir. Amma buradakı təyinin ifadə vasitəsi ən şəkilçisini yəqin ki, bilirik ki, fe'li sifətin şəkilçisidir. Deməli, fe'li sifət tərkibindən və elə fe'li sifətlə tərkiblə yox. Fe'li sifətlə ifadə olundu. Yaxşımı? Bunu məncə başa düşdük. Sonrasında ismi birləşmə və ya mürəkkəb adlarla deyək. Deyirik ki, xalq artisti Niyaməddin Musayev oxuyur. Nə edir? Oxuyur. Kim? Niyaməddin Musayev. Hansı Niyaməddin Musayev? Xalq artisti olan. Gördünüz? Xalq artisti ifadəsi deməli nədir? Mürəkkəb ad. Deməli, yaxşı. Sonrasında fe'li birləşmə. Fe'li birləşmə nə deyək? Bizim oxuduğumuz əsərlər budur. Bizim oxuduğumuz əsərlər budur. Nədir? Budur. Nə əsərlər? Hansı əsərlər? Bizim oxuduğumuz. Dıq plus mənsubiyyəti biz bilirik ki, fe'li birləşmədir. Ona görə də deməli təyin ifadə vasitəsi nə oldu? Fe'li birləşmə. Və sair bu tipli digərlərdə artıq məncə təxmini bilirsiniz, tapa biləcəksiniz. Təyin quruluşsa digər cümlə üzvləri kimi həm sadə, həm mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunanda sadə, söz birləşmələri ilə ifadə olunanda isə mürəkkəb olur. Bunu demişik. Bayaqdan dediklərimiz. Məsələn, deyirəm ki, qız güllü donunu geyindi. Nə etdi? Geyindi. Kim? Qız. Nəyi? Donunu. Necə donunu? Hansı donunu? Güllü donunu. Nitq hissəsindən tək bir sözlə ifadə olunub deyə olur sadə təyin. Sadə birləşmə formasında. Sonra birləşmə yox, yəni sadə cümlə üzvü. Bir də var, deyirik ki, bayaq dediyimiz elə, ya başqasını deyək. Məktəbin direktoru Əli müəllim qabaqda oturmuşdu. Nə etmişdi? Oturmuşdu. Kim? Əli müəllim. Hansı Əli müəllim? Məktəbin direktoru olan Əli müəllim. Deməli, təyin vəzifəsində işlənib. Məktəbin sözü, direktor sözü. Üçüncü növ təyini söz birləşməsidir. Deməli, birləşmə ilə ifadə olunduğuna görə olacaq təyin mürəkkəb. Cümlə üzvü olaraq necədir? Mürəkkəb cümlə üzvü. Sonrasında çox qısa qeydlər qaldı. Onları deyim, ondan təyini yekunlaşdırırıq.
Deməli, məstər və məstər tərkibi, feili bağlama və feili bağlama tərkibi təyin ola bilmir. Bunu qeyd edirsiniz. Məstər, məstər tərkibi. Ondan sonra feili bağlama, bir də feili bağlama tərkibi. Təyin ola bilmir. Bunu qeyd edeyim. Sonrasında istisna hallar var ki, qayda olaraq olmur. Sadəcə istisna vəziyyət var. İndi istisna vəziyyət deyirəm. Lakin istisna hallarda məstər və məstər tərkibi cümlədə təyin ola bilər. Nə vaxt olur bu da? Ümumi qaydaya tabe olmur da. Məsələn, deyirəm ki, oxumaq kimi vərdişi var. Var. Nəyi var? Vərdişi var. Necə vərdişi var? Oxumaq kimi. Artıq burada oxumaq kimi ifadəsi məstərlə ifadə olunub və görürsünüzmü? Kimi qoşmasıyla bir yerdə işlənir. Deməli, qoşmalarla işləndiyi zaman məstər, bax bu formada. Məstər qoşma ilə işləndiyi zaman istisna məqamlarda təyin vəzifəsinə çıxış eləyə bilər. Sonrasında İsmi birləşmənin əvvəlində gələn təyin edici söz müstəqil olaraq təyin kimi işlənə bilir. Məsələn, deyirəm ki, yeni kursun müdiri odur. Kimdir? Odur. Kim? Kursun müdiri. Hansı kursun? Yeni kursun. Budur. Götürdük. Yeni söz təyindir. Sonrasında feili birləşmənin əvvəlində gələn təyin edici söz müstəqil olaraq təyin kimi işlənə bilmir. Deməli, ismi birləşmənin əvvəlində gələndə təyin edici söz təyin kimi işlənir. Lakin feili birləşmənin qarşısında gələndə təyin kimi götürməyəcəyik. Elə feili bağlama tərkibimi, feili sifət tərkibimi içində götürəcəyik. Bunu da bilirik də. Məsələn, deyirəm ki, yeni kurs açılanda o da gəldi. Nə etdi? Gəldi. Kim o? Nə vaxt, nə zaman? Yeni kurs açılanda. Baxın, burada anda əndəni gördük. Bu feili bağlamadır. Qarşısına yeni söz olsa da biz heç bu qaydanı heç gözümüzü yoraraq deməyək də. Klassik qaydada. Buradan xəbərlə uzlaşdıraq. Uyğunlaşmırsa deməli feili bağlama tərkibinin içinə gedəcək. Yeni o gəldi. Demək olarmı? Yeni o da gəldi. Uyğunlaşmır. Onda yeni sözü də anda əndəni, yəni feili bağlama tərkibinin içində gedəcək. Sonrasında təyin bütün cümlə üzvləri ilə özü də daxil sintaktik əlaqəyə girə bilir. Bunu da demişəm, bayaq izahını da verdim. Bəzən təyinlə sintaktik əlaqələnə bilər. Bunu da dedik. Bu zaman təyin əsas tərəf kimi çıxış edə bilər. Məsələn, o deyim. Qırmızı donlu lalə gəldi. Nə etdi? Gəldi. Kim lalə? Hansı lalə? Donlu lalə. Hansı donlu lalə? Qırmızı donlu lalə. Burada, məsələn, birləşmə qırmızı donlu ifadəsi də baxsanız ki, birinci növ təyini söz birləşməsidir. Bu zaman donlu sözü əsas tərəf olaraq çıxış eləyəcək. Bu da artıq söz birləşmələrindən bildiyiniz şeylərdir. Yaxşı. Təyindən keçdi, indi tamamlığa başlayaq. İndi isə tamamlığın izahına başlayaq. Deməli, tamamlıq cümlədə əşya məzmunu bildirir. İsmin adlıq və yiyəlik hallarından başqa qalan halların suallarına cavab verir. Bax, bunu burada bir qayda olaraq qeyd edeyim. Cümlə üzvlərinə görə təhlil elədiyimiz zaman yiyəlik halın sualı heç bir cümlə üzvünün sualı deyil. Deməli, sintaksisdə, yəni cümlə üzvlərində kimin, nəyin və haranın sualları yoxdur. Yadınızdan çıxıb da hansısa sözə bu sualları vermirsiniz. Çünki həmişə yiyəlik hallı söz birləşmənin tərkibində olduğu üçün özündən sonra gələn mənsubiyyət şəkilçili sözlə bir yerdə təhlil olunub bir suala cavab verəcək. Və kimin nəyin sualı yoxdur, haranın sualı yoxdur. Bunu bu formada yadınıza qeyd eləyirsiniz. Ondan sonra
Tamamlıq dedikcə adlıq və yiyəlik haldan başqa. Adlıq halın sualları nələr idi? Kim, nə, hara. Bunun üçü deməli nəyin sualı idi? Mübtədanın. Biz bu üçünü gətirib də tamamlığın arasına sala bilmərik. Deməli bu da getdi. Yiyəlik halın şəkilçiləri də bunlar idi. Deməli bu da getdi. Bəs tamamlığın sualları nədir? Tamamlığın sualı deməli hara suallarını çıxmaq şərtindən bizə nə təsirli halda saxlayacağıq. Qalan hallarda kimi, deməli bu nədir? Kimi, nəyi, bizə nə haranı bura qatıram. Haranı tamamlığın sualıdır. Zərfliyin yox, haranı sualını verdiyiniz söz tamamlıq vəzifəsində çıxış eləmişdir. Zərflik vəzifəsində yox. Bunu da qeyd eləyirsiniz. Ondan sonra nə sualına qeyri-müəyyən təsirli haldadır. Məsələn, deyək ki, qeyri-müəyyən təsirli haldadır. Sual verirsinizsə, görsel olaraq beyninizdə nəyi sualını verəcəksiniz. Amma yəni əsas sualı nədir? Nə? Qeyri-müəyyən təsirli halın nə sualı? Ondan sonra yönlü halın sualı. Nəyə? Kimə? Ondan sonra çıxışlı qalın sualı. Kimdən, nədən? Yerli qalın sualı. Yadıma çıxıb yerlik yazıram. Kimdə, nədə? Bax gördünüz, heç birində haranı yazmadım mən. Hara sualına aid heç nə yazmadım. Bir dənə təsirli halda yazdım ki, o istisna tamamlıq şəkilçisidir. Sualıdır. Ondan sonra ilə hissəciyi ilə işlənməsi. Məsələn, kim ilə, nə ilə? Tamamlığın sualıdır. Ondan sonra üçün qoşması ilə işlənəndə kim üçün, nə üçün? Tamamlığın sualıdır. Ondan sonra qoşmalarla işlənəndə, məsələn, kim haqqında, nə haqqında? Olacaq tamamlığın sualı. Bunlar hamısı olur tamamlığın sualları. Qeyd eləyin bunları. Sonrasında tamamlığın ifadə vasitəsi həm isim, sifət, say, əvəzlik, zərf, ondan sonra fe'li sifət, məsdər, ismi birləşmələr, ondan sonra fe'li birləşmələr, frazeoloji birləşmələr, qoşmalı söz və söz birləşmələrindən ifadə oluna bilər. Məncə bu sistemi bayaq təyindən tutdunuz. Sadəcə bir neçəsini misal olaraq çəkim. Ondan sonra əsas bir neçə qeydlər var. Onları deyib yekunlaşdıraq tamamlığı. Məsələn, deyirəm ki, gözüm bunu düzəldim. Hə, basqınları, basqınları, talanları, basqınları, talanları biz az görməmişik. Nə etmişik? Görməmişik. Nə qədər? Az. Burada artıq nə qədər sualını verdik. Baxın uşaqlar, burada diqqət eləyirsiniz. Nitq hissələrində öyrəndiyiniz bilik burada tətbiq edəcəksiniz. Az sözündən sonraya baxırsınız. Feil gəlib, görməmişik feili. Feil gəlibsə onda bu nədir? Zərf. Deməli zərflik rolunda çıxış eləyib. Amma bundan sonra adlardan biri isimmi, sifətmi, nəsə isim gəlsəydi məsələn, o zaman az sözü təyin roluna çıxış eləyəcəkdi. Bunu bu formada, yəni isimdə öyrəndiyiniz qaydanı burada da yadda saxlayın. Zərflə sayı necə fərqləndirirdik bir-birindən? Kim biz mübtədadır, nəyi talanları, nəyi sualına cavab verdi, nəyi basqınları, nəyi sualına cavab verdisə, deməli bu ikisi tamamlıqdır. Hə, uşaqlar, gəlir səsim. Aha. Deməli, buradan bu təyin məsələsini biz dedik. Sonrasında tamamlıq məsələsini dedik. Sonrasında baxaq.
Məsələn, nə ilə deyək? Zərflə olanı deyək. Məsələn, yuxarıları bir təmizləyin. Nə edin? Təmizləyin. Haranı? Bax, haranı sualını verdim. Haranı? Haranı sualına cavab verdim və tamamlıq yazdım. Bayaq da demişdim. Yuxarı sözü zərfdir. Nitq hissəsi olaraq zərfdir. Və haranı sualına cavab verdi. Haranı sualına cavab verməsə, fərqi yoxdur. Yenə də biz onu nə götürəcəyik? Tamamlıq. Necə nəcür nə tərzdə? Bir-bir. Tərzi hərəkət zərfliyi olaraq da bunu qeyd etdik. Bu formada tapacaqsınız. Məncə burada bir problem yaşanmayacaq. Əsas hissələri qeyd edeyim. İndi isə təsirli halda olan söz zaman anlayışı bildirdikdə. Yəni, nə vaxt, nə zaman. Nə vaxt, nə zaman suallarına cavab verdikdə cümlənin zərfliyi olur. Yəni, bunu yadda saxlayırsınız. Təsirli hallı söz zaman anlayışı bildirəndə zaman zərfliyi olacaq da, avtomatik olaraq. İstəyirsən nə formada olur olsun, yenə zaman anlayışı bildirəcək. Məsələn, deyirəm ki, konkret, yayı kənddə keçirəcəm. Nə edəcəm? Keçirəcəm. Harada? Kənddə. Nə vaxt, nə zaman? Yayı və ya nəyi? Yay burada artıq zaman məzmunu bildirir. Nəyi sualını verə bilirsən? Razıyam. Nəyi sualını verirsən. Amma nə zaman beynində nəyi sualını verə bilsən də normalda bunun sintaksis sualı nə vaxt, nə zamandır? Yaxşı. Nə vaxt, yəni sintaksis sualı normalda nə vaxt, nə zamanı? Yəni nəyi sualını vermirsən. Beynində verə bilərsən, amma əsas sual nə vaxt, nə zamandır. Və sintaktik təhlildə də zaman zərfliyi rolunda çıxış elədim. Sonra qeyri-müəyyən yiyəlik hal bildirən sözlər. Qeyri-müəyyənlik bildirən, yəni təsirli halında qeyri-müəyyən. Nə sualına cavab verir? Tamamlıq eyni suala cavab verən mübtədaya oxşuyur. Məsələn, deyirəm ki, quzu su içir. Bax, qeyd edirəm. Yazıram ki, quzu su içir. İndi gəlin bunu təhlil eləyək. Nə edir? İçir. Nə quzu, nə içir? Su içir. Deməli, bu cümləmdə iki mübtəda var. Belə bir cümlə ola bilərmi? Xeyr, ola bilməz. Çünki burada su sözü qeyri-müəyyən təsirli haldadır. Yəni, qara ilə yazım, suyu itir mənasındadır. Yəni, nə sualına cavab verəcək, amma tamamlıq vəzifəsinə çıxış eləyəcək. Beyninizdə gətirirsiniz ki, qeyri-müəyyən təsirli haldaymış bu. O zaman burada bir sözdə, bir cümlədə eyni anda iki dənə nə sualına cavab verən söz ola bilər. Biri mübtəda vəzifəsinə çıxış eləyəcək, biri də tamamlıq vəzifəsinə çıxış eləyəcək. Sonrasında İnsan anlayışı bildirən qeyri-müəyyən təsirli halda işləndikdə söz var. Nə sualına cavab verərək tamamlıq yoluna çıxış eləyir. Məsələn, deyirəm ki, onlar işçi axtarırlar. Bayaqçı su məsələsi neynisidir? Onlar işçi axtarırlar. Nə edirlər? Axtarırlar. Kim onlar? Nə axtarır? İşçi axtarır. Amma tamamlıq vəzifəsidir. Çünki niyə? Burada nəyi sualıdır beynimizdə əslində vermək istədiyimiz. Çatdı? Məncə burada problem yoxdur. Sonra cümlədə haranı sualına cavab verən söz tamamlıq olur. Zərflik olmur. Bunu da bayaq dedim. 4-5 dəfə təkrarlamışam, bir də deyirəm. Haranı sualına cavab verən söz tamamlıqdır. Zərflik yox. Məsələn, sintaktik təhlildə ən çox çaşdıran şeylərdən budur. Bir sözə haranı deyirəm ki, Bakını sevirəm. Mən Gəncəni sevirəm, indi tərs yazdım. Bakını sevirəm. Nə edirəm? Sevirəm. Haranı? Bakını. Haranı sualını verdinizsə tamamlıq. Yadınızdan çıxıb zərflik götürməyəcəksiniz bunu. Bunu bu formada qeyd eləyin. Sonrasında adlıq və yəlik halda olan sözlər müstəqil olaraq tamamlıq ola bilmir. Bunu dedik. Bunlar qoşma ilə işləndikdə tamamlıq kimi işlənə bilərlər.
Qoşmaya qoşulduğu zaman işlənə bilirlər. Bunu da artıq demişik. İsmi keçən vaxtdan qeyd eləmişdik. Sonra üçün, ötürü, görə qoşmalı sözlər obyekt bildirsə də cümlədə tamamlıq olur. Məsələn, deyirəm ki, atam üçün aldım. Atam üçün aldım. Ne ettim? Aldım. Kim üçün? Bayaq da sualların içində yazmışdım. Kim üçün? Atam üçün. Kim üçün də sualına cavab verdi. Oldu tamamlıq. Atam sözü də hansı haldadır? Adlı haldadır. Deməli, adlı hallı və yiyəlik hallı söz qoşma ilə işləndiyi zaman, o zaman tamamlıq rolunda çıxış eləyə bilər. Sonra tamamlıq mübtəda və zərfli ilə sintaktik əlaqədə olmur. Bunu da qeyd edirsiniz. Tamamlıq mübtəda və zərfliklə sintaktik əlaqədə olmur. Aha, bu qədər bəsit. Bunları da qeyd edirsiniz. Ee, Bugünlük bu qədər. Gələn dərsimizdə isə zərfliyi izah eləyib cümlə özlərlə olan dərsimizi yekunlaşdıracağıq.